Bakı-Quba yolunun 156-cı kilometrində ağır yol nəqliyyat hadisəsi baş verib. Pirvayət kəndi ərazisində qeydə alınan qəza zamanı MAN markalı yük avtomobili ilə 2 minik avtomobili toqquşub. Qəza zamanı avtomobillərdə olan bir uşaq olmaqla ümumilikdə 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Kadınlar istemem.